Salam əziz dostlar, mən Azərbaycan dili və ədəbiyyat müəllimi Sadiq müəllim. Bugün sizlə birlikdə Azərbaycan ədəbiyyatının ən cəsarətli, ən kəskin və acı həqiqətləri bədii şəkildə üzümüzə vuran bir şah əsərindən danışmış olacağam. Söhbət Mirzə Rəhbər Sabirin Əkinçi şeirindən gedir. Təsəvvür eləyin ki, bir tərəfdə acından, quraqlıqdan bədəni çökmüş, evində sonuncu yorğanını belə borc əvəzi vermiş bir kəndli obrazı var. Digər tərəfdən də onun acından ölməsinə canım bə cəhənnəm deyən, sürəsində meysiz məzəsiz yemək yeməyən rəhimsiz bir bəy obrazı var. Sabir özü heç nə danışmır burada. Əksinə, bəyi danışdırmış olur, tipi öz dili ilə ifşa eləyir. Bəy də danışanda öz daxili becərliyini elə ifşa eləyir ki, adamın həqiqətən də tükləri biz durur. Gəlin bu gün bu dahi əsəri misra-misra təhlil eləyək, sətraltı mənalara birlikdə baxaq. Sabirin niyə zamanı aşan bir dahi olduğuna bir daha diqqət yetirmiş olaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Həqiqətən də bu məsələdən çox şikayətçiyəm. Videolarım individualda hər hansı bir tədris mərkəzinin və ya YouTube-da hər hansı bir müəllimin çəkdiyi izahlara bənzər videolar çəkmirəm. Yəni hər hansı bir tədris mərkəzinin kitabından kopyalayaraq nə isə danışan, özü öz fikrini ortaya qoymağı bacarmayan hamısını demirəm. %20 kəsimi çıxıram, çünki keyfiyyətli insanlar çox azdır toplumumuzda. %80 nə isə kopyalayıb, nə isə imitasiya eləyərək danışan insanlara həqiqətən də heç hörmətim yoxdur və bu videoda və digər videolarda da fikir versəz, qarşılaşdırsaz, demək olar ki, mənim onlarla ya da bir başqası ilə danışığım da, ondan sonra videonu izah etmə tərzim də tamamilə fərqlidir və məğz eyni olsa da, yəni bunlar individual da, yəni araşdırma nəticəsində ortaya çıxmış videolardır və xahiş edirəm ki, əməyə sayğı olaraq ən azından 1 saniyənizi heç almayacaq. Abunə olmaq və like atmaq sizin üçün çətin olmamalıdır. Çünki bu videolar həqiqətən də sizin üçün faydalı videolardır və universitetə qəbul olmaq istəyən abituriyentlərə, müəllimlərin işə qəbul imtahanında iştirak edəcək müəllim namizədlərinə, eyni zamanda sertifikasiyada iştirak edəcək müəllimlərə də çox böyük fayda verə biləcək videolardır və düşünürəm ki, sizlər üçün bir barmaq toxunuşu qədər olan o 1 saniyəlik fəaliyyət mənim üçün demək olar ki, böyük bir motivasiyadır və daha çox video çəkməyim üçün məni ruhlandırır. Ona görə də bu şeyləri göz ardı etməsəz çox sevinərəm. Hazırsınızsa şeirin izahına başlayaq. Birinci misrada məzlumluq edib başlama fəryadə əkinçi, qoyma özünü tülkülüyə, adə əkinçi. Burada bəy kəndliyə aciz, yazıq görkəm alıb şikayətlənməməyə əmr eləyir. Eyni zamanda onun özünü tülkülüyə vurduğunu qeyd eləmiş olur. Burada tülkülüyə vurmaq, yəni onu yalançılıqda, hiləgərlikdə günahlandırır. Yəni onun həqiqi ağrısını heçə saymış olur. Yəni şeirimizdə əkinçi eyni zamanda hiləgərliklə də günahlandırılır. Bir üzrlə hər gündə gəlib durma qapımda, yalvarma mənə, boynunu kəc, burma qapımda. Gahi başına, gah döşünə vurma qapımda, ləğv olma, ədəb gözlə bu məvadə əkinci, lal ola balam, başlama fəryadə əkinci. Bəy hər gün kəndlinin müəyyən bəhanələrlə onun qapısına gəlməsindən şikayətçidir, yəni ondan bezibdir. Məsələn, məhsulun az olmasından, aclıqdan, yəni müəyyən səbəblər ola bilər. Kəndlinin yalvarmasını, boynunu bükməsini çarəsizlikdən başına döşünə vurmasına ədəbsizlik sayır. Yəni deyir ləğv olma, ədəb gözlə, yəni ədəbsizlik eləmə qapımda. Ondan qapısında sakit durmağını istəyir. Ona görə ona lal ol deyir. Lal ol, abalam, başlama fəryadə əkinçi. Növbəti bəndin ilk 3 misrasında xoş keçmədi il, çöllüyə, dehqanə nə borcum? Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsli qara yel, çəltiyə, bostanə nə borcum? Bəy burada ilin xoş keçməməsini, yəni kəndli üçün ilin xoş keçməməsini, yağışın yağmamasını və yağışın yağmaması nəticəsində bir dənə belə məhsulun əldə edilməməsini, eyni zamanda qara yelin, yəni isti soyuq küləyin əsib bostanı, çəltik tarlasını məhv eləməsini önəmsiz sayır. Yəni nə borcum deyərkən, yəni demək istəyir ki, bunların mənim üçün bir əhəmiyyəti yoxdur. Yəni bu qədər çox təbiət hadisələrinin kəndliyə vurduğu ziyan onu maraqlandırmır, bunu rədd etmiş olur. Yəni deyir ki, nə vecimədir da. Getdi mənə nə fərləliyin, badə əkinçi, lağ-lağ danışıb başlama fəryadə əkinçi. Yəni bu qədər çox zəhmət, bu qədər çox onun fəhləlik eləməsi onun üçün əhəmiyyətli deyil, onun vecinə deyil və bütün bunların qarşılığında onun danışmasını boş-boş danışıq, yəni lağ-lağ danışmaq kimi dəyərləndirir. Deyir ki, lağ-lağ danışıb fəryad eləmə. Aldı dolu əldən sərü səmanını neylim? Ya inki çərkə yedi bostanını neylim? Verdin keçən il borcuna yorğanını neylim? İlk 3 misrada
bəy kəndlinin başına gələn bütün fəlakətləri öz dili ilə sadalayır. Yəni dolu onun əlindən məhsulunu alıbdı, çəyirtkə bostanını yeyibdi, keçən il borcuna yorğanını satıb veribdi və burada neylim deyə sual verir. Yəni mənim üçün heç bir əhəmiyyəti yoxdur, mənim vecimə deyil deyərək əslində məsuliyyətdən boyun qaçırmış olur və bəy kəndliyə əmr eləyir ki, keçən il yorğanını satmışdın, indi də get palaz satmağa əmadə ol. Yəni get indi də palazını sat və lal ol və mənim borcumu, vergi payımı geri ödə. Söz açma mənə çox çalışıb az yeməyindən. Canın bə cəhənnəm ki ölürsən deməyindən. Mən gözləmənəm buğda çıxar, ver bəbəyindən. Bu şeirin ən kəskin ifşa edici hissələrindən biridir və bəy açıq şəkildə kəndliyə deyir ki, mənə gəlib gecə gündüz işləyib yeməyə çörək tapmadığını demə. Aclıqdan ölürsən cəhənnəmə öl. Yəni bəy üçün kəndlinin ağır vəziyyəti, ağır güzəranı önəm kəsb eləmir. Yəni kəndlinin həyatı onun üçün dəyərsizdir. Çəltik də gətir, arpa da, buğda da əkinçi, yoxsa soyaram lap dərini, adə əkinçi. Bəy kəndlinin məhsul yoxdur, gözlə sözünə qulaq asmaq istəmir. Məhsul yoxsa gözünün bəbəyini çıxarıb verməsini tələb edir ona, yəni canını istəyir. Nəyin bahasına olursa olsun, arpa da ver, buğda da ver, çəltik də ver deyir. Əgər verməsən, dərini soyaram deyə onu fiziki işgəncə verməklə hədələyir, təhdid edir. Sən hey də yoxumdur, çıxarıb canını allam. Vallahi ovub dideyi ciryanını allam. Şallağa tutub peykəri üryanını allam. Kəndli nə qədər yoxumdur desə də, bəy onun canını almaqla, ağlayan gözlərini, yəni dideyi ciryanını ovmaqla hədə qorxu gəlir ona. Hətta kəndlinin geyinməyə paltarı olmayan yalın çılpaq bədəni, yəni peykəri üryanını şallaqlayaraq vergisini alacağını qeyd eləyir. Öz halını sal, indi özün yada əkinci. Lağ-lağ danışıb başlama fəryada əkinci. Bəy kəndliyə xəbərdarlıq edir ki, başına gələcək müsibətləri, acınacaqlı vəziyyəti indidən yadına salmış ol. Yəni gələcəyini indidən yadına salmış ol və boş yerə ağlayıb fəryad qoparma. Cütçü babasan, buğdanı ver, darı yeyərsən. Su olmasa qışda əridib, qarı yeyərsən. Daşdan yumuşaq zəhər nədir? Marı yeyərsən. Bəy kəndlini insan yerinə qoymur. Deyirsən onsuz da kəndlisən, yəni cütçü babasan. Buğdanı mənə ver, özün darı yeyərsən. Yəni aşağı keyfiyyətli bir məhsuldur darı. Əgər içməyə suyun yoxdursa, qışda qarı əridib içərsən. Sən deyir daşdan yumuşaq nə tapılsa yeyə bilərsən. Yəni zəhər də olmasa ilanı tutub yeyə bilərsən. Öyrəşməmisən ət yağa dünyada əkinçi, heyvan kimi ömr eyləmisən sadə əkinçi. Bəy kəndlinin yoxsulluğunu onun təbiəti kimi qələmə verir. Sən onsuz da dünyada ət yağa öyrəşməmiş bir adamsan. Ömrün boyu elə heyvan kimi sadə ibtidai şəkildə yaşamısan. Elə bu cürdə davam elə. Burada bənzətmə eləyir. Yəni heyvana bənzədir onun ömrünü. Lakin mənim insanlıq olub vəzi mədarım, bəyzadəyəm, asayişədir cümlə qərarım, meysiz, məzəsiz bitməz olur şamı, nəharım. İşte belədir haləti bəyzadə əkinçi, bəyzadələrin rəsmi budur, adə əkinçi. Burada Sabir bəyin dili ilə dəhşətli bir təzad yaratmış olur. Yəni sonuncu bəndə qədər müəyyən şəkildə əkinçini bəyin aşağıladığının şahidi oluruq. Artıq sonuncu bənddə əkinçidən fərqini ortaya qoymuş olur. Deyir ki, mənim deyir həyat tərzim, yəni vəzi mədarım insan kimi yaşamaqdır. Amma ona deyirdi ki, sən heyvan kimi ömr eləmisən. Mən bəy oğluyam, yəni bəyzadəyəm, işim gücüm ancaq rahatlıq keyf çəkməkdir, yəni asayişədir. Meysiz, məzəsiz bitməz olur şam-ı naharım. İşte belədir haləti bəyzadə əkinçi, bəyzadələrin rəsmi budur adə əkinçi. Burada bəy öz lüks həyatını təsvir edir. Onun şamı, yəni axşam yeməyi və naharı, yəni günorta yeməyi meysiz, yəni şərabsız, məzə olmadan keçə bilməz. O kəndlini acından öldürdüyü halda özünün bu israfçılığını və eş-işrətini bəyzadəlik qaydası adlandırır. Yəni bunu normal hesab eləyir.
Deməli, Sabir Əkinçi şeirində bəyin mənfi obrazını öz dili ilə elə ifrat səviyyədə təsvir edir ki, oxucuda kəndliyə qarşı mərhəmət, acıma hissləri, bəyə və onun təmsil etdiyi feodal mühitinə qarşı da nifrət hissləri oyadır. Şair heç bir daxili müdaxilə etmir burada və bəyin monoloqu vasitəsilə dövrün ictimai ədalətsizliyini, kəndin heyvan yerinə qoyulmasını, mülkədarın amansızlığını təsvir eləmiş olur. Bəy burada öz dili ilə deyir ki, mən ət yağ yeyib kef çəkmişəm, yəni bəy oğluyam, bəyzadəyəm. Sən də heyvan kimi ömür sürmüsən, ət yağa öyrəşməmisən, qara ərdi bişməlisən. Bunu deyərək də dövrün eybəcərliyini xülasə etmiş olur. Əsərin ümumi izahı bu qədər. Əsərdə bədii təsvir ifadə vasitələrindən yetəri qədər istifadə olunmuşdu. Beşlik şeir şəklində yazılmışdı, amma əlavə olaraq da başlıqda 2 misra əlavə edilmişdi. Əgər videonun sona qədər izlədinizsə, like atmağı, fikirlərinizi mənimlə bölüşməyi və başda da dediyim kimi kanala abunə olaraq mənə dəstək olmağı unutmayın. Çünki bu videolar müəyyən bir əmək sayəsində ortaya çıxmış olur. Sağ olun, salamat qalın.